Süleyman Ələsgərov teatrla yanaşı kinoda da uğur qazanır. O, Dağlarda döyüş, İstintaq davam edir, Babamızın babasının babası, Bəxtiyar və bir çox başqa filmlərdə rol alır. Lakin ona ən böyük şöhrəti qazandıran ekran işi məhz Bizim Cəbiş müəllim filmi olur. Bu filmdə yaratdığı obraz illər keçsə də tamaşaçıların yaddaşından silinmir və onu Azərbaycan kinosunun əfsanələrindən birinə çevirir. Xoş gördük. Rahat gəldiniz. Adınız nədir? Tanyadır, pis gəlmədim. Laf yaxşı. Harda qalırsınız? Cəbiş müəllim, harda qalacaq? İntrüsdə qalmayacaq ki. Mən də bilməliyəm ki, harda qalacaq, kimin yanında? Ürəyi hara istəsə göz üstə yeri var. Ona yer vermək hər bir vətəndaşın borcudur. Birinci elə mən özüm. Bəli, qız mənim yanımda qalacaq. Mənim 2 gözlü evim var. Özüm də qop-buluğu təkəm. Qalarsan mənim yanımda qızım. Mən aparacağım qızı. Ay canım, bu olmadı ki. Niyə axı sizin evdə? Bəs sizdə qalacaq. 5 nəfər adamsız, zərafatdır. Bir də ki, mənə nə olub? Mənim neyim sizdən əskikdir? Aktyorun şəxsi həyatı da asan olmayıb. O 2 dəfə ailə qurub. İlk evliliyindən bir qızı dünyaya gəlir. Ancaq həyat yoldaşı gənc yaşda vəfat edir və uşağın qayğısını nənəsi öz üzərinə götürür. Bu itki aktyorun həyatında dərin iz buraxır. Onun ikinci böyük sevgisi Leyla xanım olur.